Mindsetimi dəyişməyə kömək edən və sizə də kömək edəcəyini düşündüyüm bir cümlə deyəcəm bugün. Dəyişmədiyiniz hər şeyi seçirsiniz. Birinci eşidəndə insana bu nədir, bu nə cümlədir, bu nə məntiqsiz bir sözdür kimi gələ bilər. Amma biraz düşünəndə əslində həqiqətən də elə olduğunu anlayacaqsınız. Haqqında düşündüyümüz, haqqında danışdığımız, haqqında deyindiyimiz nə qədər şey varsa, kaş belə olsaydı, kaş bu belə olmasaydı dediyimiz nə qədər şey varsa, onları dəyişmədiyimiz müddət boyunca biz onları seçmiş oluruq. Bu hər şeyə aid ola bilər. Geyim tərzinizə aid ola bilər, qidalanmanıza aid ola bilər. Yəni özünüzdə və həyatınızda bəyənmədiyiniz hər şeyə aid ola bilər bir sözlə. Məsəl üçün mən makyaj eləyə bilməməyim haqqında həmişə deyinirəm. Amma bunu olduğu kimi saxlamaq əvəzinə hər həftə burada makyaj eləyərək bunu daha da inkişaf etdirməyə çalışıram. Və yaxud da kitab oxumağa vaxtım olmur deyə deyinirdim. Və bunu da düzəltmək üçün hər həftə videolarda nə qədər kitab oxuduğumu və yaxud da hal-hazırda oxuduğum kitabda nə baş verdiyini sizinlə bölüşərək özümü oxumağa vadar eləyirəm. İstəmədiyiniz şeyi seçməyin, dəyişdirin.